3 gün evdə olmamışam. Bizim anamızı, Afəti, anamı alladıblar. Arvadın 200 manatını, həmçində bütün ətrafındakı yaşlı padruqalarını alladıb 200 manatdan option bank vasitəsilə oğurlayıblar. Bu necə olub? Anamıza yazıblar ki, 2500 manat pul istəyirsən TikTokda. Anamız da sağ olsun. 2025-ci ildir. Bütün günü dövlət paylaşım edir ki, belə dələduzlara inanmayın, linklərə daxil olmayın. Bütün günü Azərbaycanın xəbər səhifələri bunu paylaşır və bunu mənim anam görür və mənim anam yenə də sağ olsun 700 yaşında arvad bunlara məhəl qoymayaraq o insanlara cavab verir və aldanır. Mən buradan bütün valideynlərə səslənirəm. Mən belə baxıram ki, indiki bizim gənclər belə şeylərə getmir. Yəni biz bilirik artıq bunlar fırıldaqçıdır. Amma baxırıq ki, yaşlı nəsil bunlara məhəl qoymayaraq yenə də öz bildiklərini eləyirlər. Eləməyin. TikTok vasitəsilə, sosial vasitə ilə heç kim sizə pul verən deyil. Bax, bugün mənim anam 3 gün evdə olmamışam, qardaş. Allah'ın olsun, mən 10 gün evə gəlməsəm bu evi də alarlar bunun əlindən. Allah'ımıza and olsun. Mən gülməm amma. Mən bütün valideynlərə səslənirəm. Qurban olun sizə, allamayın, linklər atılır. O linklərə girib şəxsi məlumatlarınızı yazmayın. Mənim anam dünənləri baxıram ki, 4-də işləmişə kimi bankla yazışıb. Deyirəm ki, 4-də işləmişə kimi hansı bank işçisi səninlə danışacaq? Gecə 4-də işləmiş bank olur ama. Qurban olum sənə, 60 yaşım var. Sənə xahiş edirəm deyirəm səndən. Sən belə şeylər niyə gedirsən? Niyə şəxs götürüb WhatsApp-ını verib? Həmin adam buna deyir ki, 40 dəqiqə WhatsApp-a daxil olma. Daxil olsa görəcəyək orada nə proseslər girir. İndi söhbət nədir? Mən demək istədiyim budur ki, bizim ağlımız var. Allah bizə ağıl verib. Yəni biz niyə görə sosial şəbəkədə kimlərəsə inanmalıyıq? Kimsə kiməsə durduğu yerdə 2500 manat pul verməlidir. Bəli, banklar da bütün günü deyir ki, bizə yaxınlaşmamış, biz nəqli şəkildə pul vermirik. Elektron vasitə ilə 2 il bundan qabaq bir bank üzrə kreditlər olub. O da indi səhv eləmirəmsə ləğv olunub. Bax, belə dələduzlara görə ləğv olunub. İndi banklarla yaxınlaşırsan, gətirsən, ərizə yazırsan, sənə zəng vurur, qohumba zəng vurur ki, belə bir insanı tanıyırsan, sonra pulu verir. Mənim anam neçə dəfə indiyə kimi banka borcu var. Yoxsa bir 15 min banka borcu var. Bu vaxta kimi deyirəm, elə pul götürmüsən, deyir, yox. Deyirəm, bu necə oldu bəs? Necə oldu da, qardaş? Nəysə, bütün valideynləri səslənirəm, bütün gənclərə, qardaşlarımıza, bacılarımıza səslənirəm ki, deyin. Bax, qardaş, bütün günü dövlətimizdən çıxışlar olunur. Bu barədə məlumat verilir ki, belə dələduzlara aldanmayın. Əgər belə dələduzlar xariclədirsə, sizin pulunuzun qayıtmağının şansı yoxdur. Aldanmayın, valideynlərinizə deyin. Mən deyirdim, düzdür, mən yanında olanda heç kim bunu eləmir. Çünki gəlir məndən məlumat alır. 3 gün Qəbələyə getdim, burnumdan gəldi, qardaş.